qələbə bayrağını xalçanın ortasına sancacaq. Hər şey hazır. İdmançılar yerlərini alıb işarəni gözləyirlər. Elə biz də işarə verilir. Uğurlar, Həsrət. Bu qələbəni səndən gözləyirik. Həsrət bura qədər çox gərgin görüşlər keçirilir. Nəzərə alsaq ki, dünya olimpiya çempionu İranlı idmançıya qalib gəlib. Bəli. Bura gəlib çatıb. Çox gərgin bir görüş keçirdi və bir də partiyadan qaldırdı, hatta bir də ayaqüstdən fırlama fənd edərək 4 xalı fəndlə rəqibinin körfəzinə saldı və 10-0 hesab ilə qalib gəlib. Həsrət mübarizəyə təsnifat mərhələsindən başlayıb. Meksikalı Edson Gutierrez'in mübarizədən kənarlaşdırıb 8-0 hesabı ilə. Daha sonra Macarıstanlı İştvan Vanca qalib gəlib 5-1 hesabı ilə və qeyd elədiyi İranlı Muhammed Reza Gerayiyə də qalib gəlməyi bacarıb. İndi sıra Ermənistan təmsilçisindədir. Onu da mübarizədən kənarlaşdıraraq finala adlamaq lazımdır. Həsrət hazırda diqqətli, inamlı və necə lazımdırsa elə də güləşir. Bu vəziyyətdə Ermənistan güləşi, pasiv güləş sərgiləyir, yəqin Şakimov onun xəbərdarı verəcəklər. Təbii idmançılarsa boy fərqi də var. Və bu vəziyyətdə kimə daha üstündür? Bu vəziyyətdə Həsrət üstün. Çünki döyüşən ortası, döyüşən ortası Həsrət verib olur. O döyüşən qırağına gedir. Yəni zona yaxınlaşır. Ona görə bu vəziyyətdə aktiv Həsrət. Bir xal Həsrət Cəfərovun aktivinə parter vəziyyətində erməni təmsilçisi Qaztiyan olacaq. Həsrət indi fənd tətbiq eləyərək aktivindəki xalların sayını artıra bilər. Həsən Əliyevi görür ekranlarda. Güləş üzrə, Roma güləş üzrə millimizin uğurlu təmsilçilərindən olub. Hazırda da məşqçi kimi bu turnirdə iştirak edir. Haydi Həsrət. Rəqib qapanır, amma Həsrət bu vəziyyətdən istifadə edə biləcək potensiala sahib idmançıdır. Partiyadan yaxşı qaldırıb atma fəndlər eləyir. Qaldırdı rəqibini. Təəssüf ki, buradan xal çıxarmaq mümkün olmadı. Daha bir cəhd, daha bir... Əla işte atmaq lazımdır. Və 2 xal verilir. Həsən Əliyevin etirazı var. 4 xal deyir millimizin çalışdırıcısı. Birbaşa təhlükəli bir duruma düşsəydi 4 xal idi. Öncə 2 xal, təhlükəli duruma düşmədi, 2 xal. Davam eləyirsən. Belə tapşırıq Həsən Əliyevdən Həsrət Cəfərova. Bu görüşə son döyüş kimi çıxmaq lazımdır. Artıq 50 saniyə qalıb görüşün ilk hissəsinin yekunlaşmasına. Həsrət hələ ki hesab döndədir və hər şey elə eyni ilə Murad Məmmədovun qarşılaşmasında olduğu kimi davam eləyir. Rəqib parterə düşdü, bir xal idmançımız qazandı və ardıca parter vəziyyətindən 2 xal qazandı və eyni nəticəni də biz Həsrətdən gözləyirik, qələbəni gözləyirik Həsrət Cəfərovdan. Artıq 30 saniyə qalıb ilk hissədə. 3-0 hesablı üstünlüyü var və bu üstünlüyü sona qədər davam etdirmək lazımdır. Burada biraz da artırsa döşədən çıxartmaq olar rəqibi. Ümumiyyətlə, Ermənistan təmsilçisi heç nə ilə yadda qalmır. Həsrət Cəfərov favorit olduğunu elə xalça üzərində də nümayiş etdirir. Göstərir ki, nəyə görə elə o favorit idi görüşdən əvvəl. Görüşün ilk hissəsi yekunlaşdı. Fasilə 30 saniyə vaxtları var dincəlmək, taktikalar almaq üçün, ikinci hissəyə tam hazır olmaq üçün. İlk hissəni necə dəyərləndirərdik? Həsən düz qeyd edir ki, məşqçi Həsən Əliyev düz qeyd edir ki, sona qədər vuruşmaq lazımdır. Gözləmək lazımdır ki, 3-0 vururam, durum gözlüyüm görüşü. Rəqibə imkan vermək lazımdır ki, o sənə qarşı əks-üstü verəsin, yaxud da hücuma keçsin. Mən kesin verişləri demişdim, ən yaxşı müdafiə hücumdur. Və bu da elə görüşdür ki, yarı final görüşür. Buradan həm lisenziya var, həm final çıxış var. Yəni ona görə bu görüşü istənilən variantda vurmaq lazımdır. Görüşdə qalib gəlmək lazımdır. İnanıcı Həsrət onun ötəsində layiqincə gələcək. İkinci hissə üçün artıq idmançılar mərkəzdə öz yerlərini alıblar. İşarə verilir. Son 3 dəqiqə bizi finaldan ayırır. Görək Həsrət Cəfərov bu hissədə nə ilə yadda qalacaq? İrəli atılan tərəf yenə də idmançımızdır. Rəqib
heç nə edə bilmir. Əlləri, qolları bağlı şəkildə həsrətlə mübarizə aparıb onun bəlkə boşluğunu axtarır, amma biz inanırıq ki, həsrət o boşluğu ona verməyəcək. Yəni yenə aktiv güləşçi. Bizim idmançımızdır, həsrətdir. Yəni vəziyyətdə tam nəzarət eləyir, bütün üstünlüyü onun tərəfindədir. Yəni əslində indi bu vəziyyətə hakimlər ikinci dəfə erməni güləşçiyə xəbərdarlıq verməlidirlər. Biraz da artırmaq lazımdır. Durma olmaz. Söz elədə Həsən Əliyev də oradan deyir ki, durmursan, dağılmaq lazım deyil. Təbii ki. Artırmaq lazım, ikinci xəbərdarlıq versinlər. İkinci xəbərdarlıq erməni güləşçiyə versələr, partiya qoysalar, bu məsələ həll olmuş olur. artıq son 2 dəqiqə görüşün yekunlaşmasına Qastiyan heç nə edə bilmir. Həsrət Cəfərov üstün güləşini davam etdirir. Amma hakimlər hələ ki gözləyirlər. Parter vəziyyətinə keçid etmək niyyətində deyirlər. Burada biraz pasiv hərəkət hakimlər. Bəli, indi yan hakim kesin qırmızı tutub əlində. Bəli, qalxdı. O havaya qalxdı. Tamamilə düzgün qərardır. Parter vəziyyət və bir xal daha Həsrətin aktivinə 4-0 üstünlük. Parter vəziyyətindən Qastiyanı tam zərərsizləşdirmək, onu mübarizədən qoparmaq olar. Risk lazım deyil, deyir Həsən Əliyev. Əsas üstünlüyü qorumaqdır. Düz deyir ki, tam əmin olmasan, fəndi icra eləmək olmaz. O fəndi icra ki, tam əminsən ki, fəndi icra elə biləcəksən. Rəqib yapışıb yerə. Sürətsə, Çalışıb axtarır, gətirmək lazım. Bəli, gəlsən, tutdu, güclüsən, keçirdi açara. fəndi Görək. elə bilirsən. Bir dənə də qaldırıb atmaq olar. Qaldırır, buraxır. Ayaq üstü mübarizə davam edəcək. 1 dəqiqə 22 saniyə vaxt qalıb. Artıq yorulub. Erməni idmançının heç mənə gəlir ki, gücü qalmayıb. Həsrət isə sona qədər diqqətli davranmalıdır ki, bax belə bir fəndə düşməsin. İndi bu vəziyyətdən rəqibə əlavə xal vermək olmaz. Qapanmaq lazımdır Həsrət. Qapanmaq lazımdır. Ayaq üstə qalxırlar. Başqa xal Belə səhv verilmədi. eləmək olmaz. 1 dəqiqə 8 saniyə. Geridə qalan 20 saniyə təxminən ərzində 2 xal qazandı rəqib, amma bu onun görüb görəcəyi son xal olmalıdır. 4-2 üstünlüyü var Həsrət Cəfərovun. Son 1 dəqiqəyə daxil olmaq üzrəyik. Haydi Həsrət, haydi. Rəqibə burada əlavə xal verməyə ehtiyac yoxdur. Belə bir şansımız, belə bir lüksumuz yoxdur. Qapanmaq, rəqibin mübarizədən məğlub ayrılmasına şərait yaratmaq lazımdır. Bu cür tam vəziyyətə nəzarət etmək lazım. İmkan vermək lazımdır, rəqibin sözünə gəlsin. Biləklərini tutub belə tam belə hərəkət elə yox, elə olmaz. 35 saniyə daxil olmaq üzrəyi artıq çox az qalıb. Həsrət, bura qədər gəlmisən. Bundan sonra rəqibə niyə xal verəsən axı? Odur ki, biz inanırıq, əminik, bilirik Həsrət sona qədər mübarizəni davam etdirəcək. Müdafiəyə fikir verəcək. Rəqibə əlavə xal verməyəcək. 20 saniyə artıq vaxt get-gedə azalır. Bizim xeyrimizə işləyir vaxt. Bir qədər də sürətləndirə bilsəydik, həmin bu vaxtı daha əla olardı. 10 saniyə. Haydi Həsrət, bura qədər gəlmisən. Son 5 saniyə daxil olmaq üzrəyik. Finalın bir addımlığında. Döşəyə vurun. Bir addımlığında. 2 saniyə, 1 saniyə. Rəqib burada bir xal qazansa da vaxt artıq yekunlaşıb. Son bir işarə gələcək yəqin ki, onunla görüş yekunlaşacaq. Challenge verilən, amma bu sadəcə son ümid challenge-ından başqa bir şey deyil. Çünki görüşə heç nə baş verməyib. Heç nə etməyib Həsrət Cəfərov burada. Hər şey qaydalar çərçivəsində. Nə etiraz edirlər axı? Təbii ki, bu etiraz nəticəsində mən əminəm ki, Həsrətin aktivində daha bir xal əlavə ediləcək. Etiraz qəbul olunmayacaq. 5-3 hesablı inamlı qələbə qazanacaq Həsrət Cəfərov. İzləyək nə baş vermişdi burada? Nə var idi axı burada? Nəyə etiraz edilir? Onlar etiraz edirlər ki, Həsrət özü bilərəkdən çıxıb döşədən, bilərəkdən çıxmayıb döşədən. İndi o güləşə döşənsi, o da bir xalda hakim verib, düz verib. Orada əlavə heç nə yox. Baxırıq. Heç nə yoxdur. Etiraz qəbul olunmur. 5-3 hesabı. Həsrət Cəfərov finalda lisenziyanı qazanır. Dünya çempionatının finalına adlayır.
qızıl medalın bir addımlığında da artıq sadəcə bir görüşü var və erməni rəqibi Slavik Qastyan heç vaxt dünya çempionatının finalına çıxa bilməyib. Onun bu həsrəti davam eləyəcək. Yenə də mübarizədən kənar qaldı. Həsrət Cəfərov qələbəni qazanaraq dünya çempionatının finalına öz adını yazdırdı. Əhsən Həsrət, biz inanırdıq, əmin idik ki, sən bunu bacaracaqsan.